nəinki Azərbaycanda, istənilən ölkədə, dünyanın istənilən yerində insan yaşlanmağa hazır deyil. Üçüncü bahar sırf sosial layihədir. Və bizim bütün xidmətlərimiz, mərkəzlərimizdə, bütün xidmətlərimiz pensiyaçılar üçün tam təmənnasızdır. Pandemiya başlayan gündən biz yaşlı insanları Zoom proqramı üzərində indiyə qədər biz 300 nəfər toplayıb toplantılar edirdik. Böyük banklardan birində 5 filialında 5 üzvümüz 2 aylıq əmək fəaliyyətləri oldu. Böyük otel, 5 ulduzlu otellərin birində 6 aylıq əmək fəaliyyətləri oldu. Dünya ölkələrində bu təbii fəlakətlərdən və s. daha çox əziyyət çəkən məhz yaşlı insanlardır. Səbəbi ki, siz necə primitivdir. Salam dəyərli ailəcanlılar, salam dəyərli ailələrimiz. Yenə də qarşınızda mən Həsənova Dilarə və ailəcanlı növbəti buraxılışı ilə sizin qarşınızdadır. Mərkəz olaraq fərqli bir yerdəyəm, məkandayam və birazdan biləcəksiniz ki, nəyə görə bu mərkəz mənim üçün bu qədər toxunuldu və mən bura gəldim. Bir zamanlar hər birimiz kövrək, saf bir uşaqlar idik və hal-hazırda bütün məsuliyyəti çiynimizdə daşıyan bir yetkinlərik və gələcəyin təbii ki, xatirələrlə dolu olan, onlarla yaşayan yaşlılarıyıq. Bunu qəbul eləməliyik bir cəmiyyət olaraq, insanlar olaraq. Ancaq bəzən yaşlılığımızı qəbul eləmirik və yaxud da ki, yaşlı olmaqdan qorxuruq. Olduğumuz cəmiyyətdən asılı olaraq, olduğumuz şəraitdən və ailədən asılı olaraq biz hazırlıqmı ümumiyyətlə yaşlanmağa? Bu sual çox maraqlıdır mənim üçün. Və bugün bu sualıma cavab tapmaq üçün cəmiyyətimiz, ümumiyyətlə Azərbaycanda yaşlanmağa hazır ola bilərikmi? Cəmiyyət buna hazırdırmı? Bu sualıma cavab tapmaq üçün hal-hazırda 3-cü Bahar Yaşlılara Dəstək İctimai Birliyinin həm təsisçisi və idarə heyətinin sədri Nərmin Qəniyevanın qonağıyam və eyni adlı mərkəzdəyəm hal-hazırda. İçəri şəhərdə yeni açılıblar. Xoş gəlmişsiniz Nərmin xanım. Daha doğrusu mən mi xoş gəlmişəm? Yəqin ki, mən xoş gəlmişəm sizin mərkəzə. Buyurun, zəhmət olmasa izləyicilərimizlə salamlaşın və biz inşallah başlayaq mövzumuza. Salam Dilarə xanım, xoş gəlmişsiniz. Bəli, 3-cü Bahar Yaşlılara Dəstək İctimai Birliyinin 4-cü yaşa mərkəzidir bura. Təşkilatımız haqqında danışmadan öncə sualınıza cavab vermək istəyərdim. Məncə, nəinki Azərbaycanda, istənilən ölkədə, dünyanın istənilən yerində insan yaşlanmağa hazır deyil. İnsan hər zaman öz ruhunun yaşındadır və insan güzgüdə gördüyü illər ötdükcə təbii ki, fizioloji dəyişikliklər baş verir insanda. Lakin insan özünü güzgüdə gördüyü kimi qəbul etmir və tanımır. Ona görə də bütün dünya yaşlanmaqla mübarizə aparır. Amma məncə hər yaşın öz gözəlliyi var. Biz özümüzü hər yaşımızla şükranlıqla, sevgi ilə qəbul etməliyik. O zaman biz çox xoşbəxt olarıq. Doğrudur. Yəni, deyirsiniz ki, fiziki olaraq dəyişsək də ruhumuz hər zaman cavan qalmalıdır və biz o ruhumuzun bizə verdiyi mənəvi zövqlə, mənəvi enerji ilə yaşamağı bacarmalıyıq. Hər anımızı yaşamalıyıq. Bəli, mən hesab edirəm ki, Allah Teala bizə həyat bəxş edibsə, bu artıq onun bir lütfüdür və biz hər gün oyanırıqsa və ailəmizdən, ətrafdakılardan, sevdiklərimizdən, doğmalarımızdan, onların yanımızda olmaqlarından, sağlam olmaqlarından, onlarla birgə böyüməyimizdən, onlarla birgə yaşlanmağımızdan zövq almalıyıq. Çünki zövq almağı bacarmasaq, bu dünya bizə dar olacaq və özümüzü tapmayacağıq. Mən ümumiyyətlə sevmirəm ölkəmi hansı ölkəyə müqayisə eləməyi, amma yaşantım mənim elə olub ki, mən xarici ölkədə yaşamaq, belə deyək, həyatım bir hissəsi orada olub, müəyyən bir hissəsi və orada olduğum müddətdə Amerikada olmuşam, mən yaşamışam bir müddət və orada olan müddətdə təbii ki, biz community centerlərlə, ictimai birliklərlə çox əlaqədə olmuşuq. İstər Azərbaycan, istər o ölkənin özünün
ayrı-ayrı şəhərlərində olan community centerləri və hər dəfə mən övladlarımla o mərkəzlərə gedəndə yaşlı insanların oturub kənarda çox belə şən, hər hansı bir oyunlar oynadığını və yaxud da ki, parka çıxanda, məsələn, parka gedəndə hər hansı bir fiziki hərəkətlərlə məşğul olduqlarını, gəzinti etdiklərini şahid olurdum və maraqlanırdım ki, ümumiyyətlə yaşlıların bura girişi deyirlər tamamilə ödənişsiz və sərbəst şəkildə istənilən hər kəs qeydiyyatdan keçərək bu mərkəzin belə deyək fəaliyyətindən istifadə edə bilər. O zamanlar belə Azərbaycanlı dostlarımla ünsiyyətdə olanda, müzakirə edəndə hər zaman ağlımın bir hissəsində kaş ölkəmizdə də belə bir mərkəzlər olardı, niyə olmasın, nələr eləmək olar ki, bu olsun deyə hər zaman düşünmüşəm. Yəni mənəvi olaraq bunu istəmişəm. Azərbaycana döndüm. Bu sualla öz dostlarıma burada müraciət elədim ki, belə bir yer var, ümumiyyətlə ki, yaşlılar müraciət eləsin və mənim bir rəfiqəm Ülviyə, buradan o Ülviyə xanımı da salamlayıram, sinif yoldaşımdır və o dedi ki, Dilarə, sən bəs bilirsən, artıq bir neçə ildir ki, belə bir mərkəz var və bu mərkəz fəaliyyət göstərir. Mən ondan sonra araşdırdım. Sizin mərkəzi ondan sonra mən həqiqətən yəni qarşıma çıxıb. Bir tərəfdən kövrəldim, həqiqətən səmimi fikrimi deyim. Çünki sevindim, amma bir tərəfdən də kövrəldim. Niyə? Çünki bəs niyə bu qədər illər mənim xəbərim olmayıb? Yaxşı, mənim xəbərim olmayıb, bəs niyə burada yaşayan insanların da bundan çox az xəbəri var? Bu sualı heç özünüzə verirsiniz və yaxud sizə verən olubmu ki, niyə belə gizlin qalmısınız, niyə səssizsiniz? Əslində Dilarə xanım, çox sağ olun. Mən də Ülviyə xanıma salamı söyləyirəm. Əslində suallarınız içində bir neçə sual var idi. Mən istəyərdim başa qayıdım. Dediniz ki, ölkəmizi heç bir ölkə ilə müqayisə etməyi sevmirsiniz. Mən hesab edirəm ki, insan xoşbəxt olmaq üçün ölkənin, yerin fərqi yoxdur. Evet. İnsan o xoşbəxtliyi özündən aparır. İstənilən yerə. Ola bilər ki, siz çox gözəl bir mənzərədə, çox gözəl bir yerdəsiniz, amma xoşbəxt deyilsiniz, hüzurlu deyilsiniz. Ola bilər ki, siz çox az infrastrukturu çox xoşa olmayan, çox az imkanlar olan bir yerdəsiniz, amma çox hüzurlusunuz, xoşbəxtsiniz. Mən bunu altını cızaraq deyirəm. O ki qaldı, biz 3-cü Bahar Yaşlılara Dəstək İctimai Birliyi 2017-ci ildən fəaliyyət göstərən və təşəbbüs qrupudur. 2019-cu ildən qeydiyyata alınıbdır. Əsas məqsədi ölkədə yaşlı insanların sosial rifahının yaxşılaşdırılması, onların həyat keyfiyyətinin artırılmasıdır. Və biz bu dönəm ərzində 4 mərkəz, yaşam mərkəzləri fəaliyyətə başlayıbdır. Mingəçevirdə, Şamaxıda, Bakıda, Bakıxanov qəsəbəsində, indi dediyimiz kimi İçərişəhərdə. Və bu 9 il ərzində biz 45 mindən çox insanın həyatına toxunmuşuq. Düzdür, ölkəmizdə hal-hazırda 1.200.000 əmək pensiyaçısı var. 45 min nəfər onun fonunda çox azdır. Niyə biz səssizik? Deməzdim ki, səssizik. Amma bu bizim acılı bir tərəfimizdir. Mən sizə bir misal gətirəcəm. Biz bu yaxınlarda, mən keçən il bir forumda idim. Orada da forumda çoxlu PR mütəxəssisləri və jurnalistlər var idi. Buradan hər kəsə salam deyirəm. Və mən çıxış edəndən sonra onlar çox böyük belə heyranlıqla alqışladılar və başladılar suallar verməyə. Sualların biri oldu ki, və irad tutuldu ki, siz niyə PR-ınız çox zəifdir? Siz niyə heç yerdə yoxsunuz? Biz sizi bilmirik. Mən suala cavab vermədən öncə həmin PR peşəkarlarına və peşəkar jurnalistlərə sual verdim. Əziz dostlar, sizcə bizim PR-ımız niyə zəifdir? Güldülər, cavab vermədilər. Dedim, icazənizlə mən cavab verim. Baxın, mən 25 illik mənim iş təcrübəm var, əmək təcrübəm var və əmək fəaliyyətim var. Ömrümün bir çox hissəsini biznes sahəsinin inkişafına, bizneslərin inkişafına töhfə verməklə keçirmişəm. 3-cü Bahar biznes layihəsi deyil. 3-cü Bahar sırf sosial layihədir. Və bizim bütün xidmətlərimiz, mərkəzlərimizdə, bütün xidmətlərimiz pensiyaçılar üçün tam təmənnasızdır.
Və bizim təəssüflər olsun ki, PR, marketinq və bu kimi sahələrə ayıracaq bir büdcəmiz yoxdur. Və biz sırf indiyənə kimi 9 il ərzində televiziyada çıxış eləmişik, radiolarda çıxış edirik, çalışdığımız qədər aktivliyi də qorumağa çalışırıq. Amma hər kəsə məlumatlandırmaq üçün, onun üçün gərək bir müəyyən bir büdcə olsun və hər daşın altından çıxasınız. Bəli. Bizi müəyyən bir çərçivədə, müəyyən bir cəmiyyətdə təşkilatımız tanınır. Amma razıyam sizlə. Səmimi deyəcəm, biz müraciət edəndə ki, gəlin bizim haqqımızda nəsə yazın, bizə ilk öncə bir price list təqdim olunur, qiymət cədvəli təqdim olunur. Ona görə də biz düşünürük ki, həmin vəsaiti biz yaşlı insanların rifahını yaxşılaşdırmağına xərcləyərik. Qoy o anı yaşasınlar, qoy o hissləri yaşasınlar həmin tədbirdə. Nəinki biz hər hansı bir televiziyada, hər hansı bir verilişdə çıxış eləyək, yaxud da ki, kimsə dəvət edək. Yəqin ki, bugün hələ ki, o prioritet deyil bizə. Biz daha çox prioritet qoyuruq ki, yaşlı insanlara real hissləri yaşadıq. Şokdayam. Çünki düşünürəm ki, ümumiyyətlə belə bir təşəbbüslər fərd olaraq yox, cəmiyyət olaraq dəstəklənməlidir. Ayrı-ayrı fərdlər ola bilər ki, hələ yetişməyiblər, onu dərk eləmirlər və yaxud da ki, onun məsuliyyətini hiss eləmirlər. Bu necə məsuliyyətli bir işdir və dəstək olmaq lazımdır. Amma cəmiyyətin onlara təzyiqi, cəmiyyətin, necə deyərlər, burada bir rol olmalıdır mütləq şəkildə ki, bu istər biz, məsələn, mən həkiməm, istər mən həkim tərəfindən az öncə biz sizlə söhbətlər elədik. Dediniz, yaşlılarımız üçün söhbətlər aparırıq, sağlamlıqla bağlı və s. Görürsünüz, mən özüm təşəbbüs irəli sürdüm ki, hansı zamanda istəyirsinizsə, mən gəlib sağlam bağırsaq, sağlam ruh haqqında məlumat verə bilərəm və bunu məncə hər kəs sizə özü təqdim eləməlidir və özü təklif eləməlidir ki, bəs mən vətəndaş olaraq, mən bir fərd olaraq sizə nə kimi qatqıda buluna bilərəm, nə yardım göstərə bilərəm? Razıyam. Əslində 9 il ərzində ayaqda qalmağımızın səbəblərindən biri də bu kimi insanların ətrafımızda olmasıdır. Evet. Amma bu insanlar azdır. Evet. Bu insanlar azdır. Kim ki öz təşəbbüsü ilə, könüllü əsaslarla, ictimai əsaslarla bu təşkilatın, söhbət təşkilatın inkişafından getmir. Söhbət buradan faydalanan benefisiarların, yaşlı insanların o xidmətlərə əl çatanlığındandır. Bu insanlar var, bu təşkilatlar var və bizim də bugün ayaqda qalmağımızın səbəbkarları elə onlardır. Lakin onlar kifayət qədər azdır. Mən sizə deyim ki, biz 9 il ərzində bəlkə minlərlə qapı döymüşük, minlərlə insanla danışmışıq. Sadəcə o bir nəfərdən hə cavabı almaq üçün bir 10 nəfərlə danışmışıq. Və bu da bizim enerjimizdir, zamanımızdır, resursumuzdur. Amma bu bizi yormur. 10 nəfərdən bir nəfər bizə pozitiv cavab verəndə bu bizim üçün bir aylıq bir motivasiyadır, bir stimuldur ki, növbəti bir nəfəri tapmaq üçün, növbəti 10 nəfərlə danışmaq üçün, yola çıxmaq üçün bir belə deyək, işıqdır. Amma biz 9 il əvvəldə deyilik artıq. Biz inkişaf eləmişik. Biz sürətli inkişaf edirik və düşünürəm ki, sizin 9 ildə hal-hazırda əldə etdiyiniz o, necə deyərlər, uğurları artıq bundan sonra daha sürətləndirə bilərik. Bilirsiniz, ümumiyyətlə mən sizə bir şey deyim. Biz Natəvan Yusifova ilə bu təşkilatın təşəbbüs qrupunun, ümumiyyətlə təşkilatın həm təsisçiləriyik. Natəvan xanımla biz bu yola başlayanda, əslində bu yola başlamağımızın qığılcımı biz Avropadaydıq 10 il bundan öncə və yeni il ərəfəsi idi. Biz ailələrimizlə gəzməyə getmişdik və biz orada gördük ki, yaşlı insanlar bir toplu şəkildə gəzirlər, kafelərə gedirlər. Bir neçə günlər ərzində bunu gördük bir neçə şəhərdə. Və bizə çox maraqlı gəldi ki, bu insanlar indi bir şəhərdə toplaşa bilərlər, bir yerdə mütəmadi olaraq biz bunları çox yerdə görürük. Bizə çox maraqlı oldu. Biz soruşduq ki, bu nədir?
Bir də ki, biz pensiyaçılarıq və pensiya çıxdıqdan sonra öz həyatımız, zamanımız yaranıb ki, özümüzlə məşğul olaq. Və biz əslində Bakıya gələndən sonra bunu araşdırdıq ki, belə bir platforma varmı Azərbaycanda? Və yox idi. Əslində bizim valideynlərimiz də, bu da bizim bir misaldır ki, valideynlərimiz, mənim şəxsən valideynlərim ziyalı insanlardır. Nataman xanımdır həmçinin. Və bizim valideynlərimiz fəal həyat sərisi sürüblər, daim işləyiblər, daim belə cəmiyyətə fayda veriblər, dəyər qatıblar və bir zaman gəlibdir, onlar pensiyaya çıxıblar. Bu təbii ki, qanunvericiliklə tənzimlənən bir prosesdir. Və orada həyat dayanıbdır. Boşluq əmələ gəlir. Boşluq yaranıbdır və həyat dayanıbdır. Həyat dayandıqda insanlar nə edir? İnsanlar oturur və ya nəvəsinə baxır, ya da ki, tam olaraq təcrid olmağa başlayır. Başqasının həyatını özünü sərf edir. Bəli. Və faydalı olmağa. Bilirsiniz, yaşlı insanlar, fikir verin, yaşlı insanlar parklarda, orada, burada baxın, nəvə ilə bəlkə də özünə qalsa heç bayıra çıxmaq istəməz. Heç o yolu qət etmək istəməz. Amma nəvəsinin yanında necə belə gümrahcasına özünü göstərib, məncə bu kamuflajdır. Məncə bu, çünki mən özümdən götürürəm. Əgər mən yoruluramsa, yaşlı insan məndən 2 dəfə bir yaşı böyükdürsə, fiziki olaraq o daha çox yorulur. Amma o özünü elə aparır ki, yorulmayıb da. Çünki bilirsiniz nəyə görə? Bu cəmiyyətdən təcrid olmaqdan qorxur. O onun bədəninin, psixosomatikadır, bədəninin bir mesajıdır ki, mən yorulmamışam. Yaxud da ki, mən bu yaxınlarda bir video baxırdım. Nəvə nənəsindən söhbət eləyir. Nəvə xaricdən gəlib, gecə saat neçədirsə, səhərə yaxın düşüb Bakıya. Nənə artıq masanı hazırlayıbdır və bəlkə bir 7-8 cür bizim milli yeməklərdən bişiribdir. Nənənin gözlərində səhər saat 5-dir bəlkədən, yatmaq vaxtıdır, hər kəs yorğundur. Amma nənə orada hamıdan o qədər canlıdır ki, gözlərindən işıq saçır və o pişirdiklərini həvəslə göstərir və mən orada başa düşürəm ki, o nənə əslində yorğundur. Sadəcə olaraq o nənə cəmiyyətdən qeyri qalmaqdan qalmamaq üçün özünü ön sıralarda göstərmək istəyir. Bilirsiniz, təbii ki, mən bu prosesləri çox normal qəbul edirəm və biz elə ona qayıtmaq istəyirəm ki, biz yeni başlayanda, siz deyirsiniz 9 il əvvəl deyil, biz yeni başlayanda bizə çox mesajlar gəlirdi ki, alınmayacaq. Bu nə üçün edirsiniz? Adətən belə olur. Biz hərə öz valideyni lazım olanda harasa aparır da, bu niyə insanlar kompüter öyrənməlidir ki? Yaşlı insan nədir? Kompüter nədir? Yaşlı insan nədir? Teatra biz özümüz aparırıq da. Mənasız işlərlə məşğulsuz. Bu cəmiyyətin, topluluğun bizə verdiyi mesajları idi. Və elə partnyorları cəlb edərkən, hətta bizə partnyorlar var, deyirlər ki, 3-cü bahar adını dəyişin. Onun adı. 3-cü bahar mən sizə deyim niyə? Çünki dünyada yaşı 60-dan yuxarı olan insanlara 3-cü yaş deyirlər. Və biz də bu insanların həyatına bahar gətirmişik. Baharda torpaq oyanır, torpaq cücərir, yeni nəfəs gəlir. Və biz o insanların həyatına bahar, yeni səhifə, yeni fəsil gətirdiyimiz üçün məhz bu təşkilatın adını 3-cü bahar qoyduq. Və bizim loqo çınar ağacıdır. Biz yaşlı insanlarımızı çınar kimi məğrur görürük. Onların köklərinin çox dərinlərə getdiyini, budaqlarının göylərə çatdığını onlara göstərmək istəyirik. Göstərmək istəyirik ki, siz bəli, yaşlısınız, amma siz cəmiyyətdən təcrid olunmuş dediniz. Sizin böyük bir baqajınız var. Bilik, bacarıq, təcrübə baqajınız var. Biz onu silə bilmərik. Və dünya ölkələrində senior expert belə bir anlayış var. Və indi biz onu Azərbaycanda tərqin etməyə, təşviq etməyə çalışırıq ki, hər hansı bir layihələrdə, təşkilatlarda yaşlı insanlar sırf konsultant, yaşlı insanlar məsləhətçi rolunda az bir zaman sərf edərək çalışsınlar. Yəni, beləliklə biz onların yaddaşına, bilik, bacarığına istifadə etmiş oluruq. Həmçinin onlara dəyər qatmış oluruq.
Nərmin xanım, bir yaşlı insan sizə müraciət eləmək üçün hansı addımlar atmalıdır? İstəyirəm bizi izləyən, bəlkə ekran qarşısında yaşlılarımız var və yaxud da ki, valideynlərini burada görmək istəyirlər. Hansı addım atmalılar və necə müraciət olunmalıdır sizə? Bizim sosial şəbəkələrimizdə nömrələrimiz qeyd olunub. Bizim sosial şəbəkələrdən mesaj qutusuna da yaza bilərlər. Yaxud da valideynləri ilə özləri nömrəmizə zəng vururlar. Yaxınlaşırlar mərkəzlərimizə şəxsiyyət vəsiqələrindən, qeydiyyatdan keçirlər. Daxili davranış etik kodeksini imzalayırlar və ondan sonra bizim xidmətlərdən maraq dairələrinə görə istifadə edirlər. Hansı xidmətləri verirsiniz? Yəni nə təklif edirsiniz bir yaşlı insana ki, o xoşbəxt olsun burada? Baxın, bizim fəaliyyət istiqamətlərimiz 3 istiqamətdədir. Maariflənmə, yaradıcılıq, sağlamlıq və bir sahəmiz də sosial sahibkarlıqdır. Maariflənmə çərçivəsində ingilis dili öyrənirlər, fransız dili öyrənirlər, rus dilli əhali Azərbaycan dilini öyrənir, Azərbaycan dilli əhali rus dilini öyrənir, kompüter bacarıqları yiyələnirlər, smartfonlardan istifadə, kompüterdən istifadə, bütün sosial şəbəkələrdən istifadə. Sonra biz maariflənmə çərçivəsində onları vərəsəlik hüququ haqqında maarifləndiririk. Onların maliyyə savadlığı mövzularında, pensiya kartlarından necə istifadə etmək lazımdır, onlayn ödənişləri necə etmək lazımdır, evdən çıxmadan necə hər hansı applar vasitəsilə ödənişlər edə bilərlər, alış-veriş edə bilərlər, onlayn sifarişlər necə edə bilərlər. Kiber təhlükəsizlik mövzularında biz onları mütəmadi olaraq məlumatlandırırıq ki, müəyyən maliyyə zorakılıqlarına və yaxud da ki, müəyyən fırıldaqçılıqlara məruz qalmasına. Çünki yaşlı insanlar çox böyük risk qrupudur. Bundan savayı, ümumiyyətlə çalışırıq maariflənmə çərçivəsində yaşlı insanları yeni trendlərlə tanış edək. Yəni, mən sizə burada bir dənə misal gətirmək istəyirəm. COP29 dövründə biz Mavi Pavilyonda bizim panelimiz var idi və biz orada bir çox çalışmalar etdik, araşdırmalar apardıq, çıxış üçün hazırlıq edirdik və çox şükür edirəm ki, Azərbaycan elə bir coğrafi yerdə yerləşir ki, bizdə daşqınlar, belə təbii fəlakətlər olmur, amma dünya ölkələrində bu olur. Və araşdırma nəticəsində məni çox qəhərə boğan, məni çox məyus edən faktlarla qarşılaşdım. COP29, ümumiyyətlə COP-un yaşlı insanla əlaqəsi idi mövzular. Və orada məlum oldu ki, yaşlı dünya ölkələrində bu təbii fəlakətlərdən və s. daha çox əziyyət çəkən məhz yaşlı insanlardır. Səbəbi ki, siz necə primitivdir? Sizcə nədir səbəbi? Hərəkətsiz ya da evini tərk eləməmək istəyi. O da bir səbəbdir, amma ondan başlıca səbəb onların mobil telefonlarının olmamağıdır. İnternetə, telefondan istifadə etməməkləridir. Yəni, onların ən azından sadəcə məlumatlandırılır ki, daşqın var bizdən. Yaxud da ki, o hər hansı bir qırıntıların altında qalıb, telefonu zəng vursunlar ki, bilsinlər ki, hansı tərəfdədir. Yəni, bugün 21-ci əsrdə bu çox primitiv bir səbəbdir. Çox acınacaqlı bir səbəbdir. Və biz də yaşlı insanlarımızı çalışırıq, daim məlumatlandıraq, daim maarifləndirək ki, onlar maariflənmiş o insan, məlumatlı insan, güclü insandır. Cürbəcür mövzularda. Sağlamlıq çərçivəsində biz müayinə və müalicə etmirik. Biz ölkəmizin ən qabaqcıl həkimlərini, ən qabaqcıl klinikalarını, tibb müəssisələrini dəvət edirik, mütəxəssislərini, hara ki, biz öz valideynlərimizi aparırıq. Onlar bizdə infosessiyalar keçirirlər. Onlar bizdə necə sağlamlığın, fəal yaşlanma necə olmalıdır, sağlam yaşlanma necə olmalıdır, hər hansı bir xəstəliklərlə mübarizədə preventiv addımlar necə atılmalıdır. Biz daim çalışırıq yaşlı insanın yoga dərslərimiz var. Bizim hər gün səhər saat 6-da bulvarda tayşi dərslərimiz var. Tayşi çox möhtəşəm bir idman növüdür. Biz onu Azərbaycanda yaşlılar arasında bizim peşəkar mütəxəssisdən ilk dəfə bizim qrup üçün bu belə geniş vüsət alıbdır. Bizim nordik gəzinti ilə məşğul olurlar.
Bizim gimnastika dərslərimiz var. Yaşlı insanlara nə maraqlı ola bilərsə, bütün bu sağlamlığa dair sahələr əhatə edirik. Bundan savayı yaradıcılıq sahəmiz. Yaradıcılıq sahəsində ağlınıza gələ biləcək hər bir yaradıcılıq növündən faydalanırlar. Rəsm çəkirlər, qurama sənətini inkişaf etdiririk. Biz 9 ildə ölkəmizdə mərkəzlərimizdə qurama sənətindən ustad dərsləri veririk. Orada yəqin girişdə gördünüz, böyük tablo bizim yaşlı insan tərəfindən hazırlanıbdır. Və qurama yaşıl düşüncədir, yenidən emaldır. Bizim tariximizin, irsimizin, mədəniyyətimizin yeni nəslə ötürülməsidir və biz quramaya yeni nəfəs verərək korporativ sektorlara, gənclərə təlqin edirik ki, baxın, biz keçmişimizi unutmalı deyilik. Yaşlı insan bizim keçmişimizdir. O bizim dünənimizdir. Biz dünənimizi qorumalıyıq ki, gələcəyimizi qura bilək. Dünəninə bağlı olmayan insan gələcəyini qura bilməz. Biz demirik ki, dünənə bağlı qalaq, qətiyyən. Biz deyirik ki, inkişaf edək, amma onları da unutmayaq. Və sosial sahibkarlığa qayıdım. Sosial sahibkarlıq çərçivəsində biz burada, bu mərkəzlərdə bizim ustad dərslərimizdə, master klasslarımızda, kurslarımızda əldə etdikləri bilik və bacarıqları elə bir vəziyyətə gətirib çıxardırıq ki, artıq sərgi və satışda sərgiləmək, satmaq imkanı olsun. Və beləliklə, oradan gələn gəlir yaşlı insandan bölünür. Və biz yaşlı insanın maddi rifahının yaşlaşmasına da həmçinin töhfə vermiş oluruq. Yaşlı insan deyəndə hansı yaşdan yuxarı insanlar müraciət edə bilər bura? Əslində, bildiyiniz kimi, pensiya yaşı 65-dəndir. Sadəcə olaraq biz bunu 60 etmişik. Çünki pensiyaya çıxmaq dövrü ağrılı dövrdür. O insan psixoloji olaraq gərək ona hazırlaşsın. Sizin bir misal gətirim. Bizim bir müəlliməmiz var, Fəridə xanım Əliyeva. Baxırsa, ondan salamlarımı söyləyirəm. O ölkənin çox ingilis dilli böyük bir məktəbində, çox mötəbər bir məktəbdə dərs deyirdi. O bir gün bizə zəng vurubdu. Dedi ki, qızlar, Natəvan xanıma da mənə də, qızlar, sizinlə danışmalıyam, bir iş görmüşəm, sizinlə danışmalıyam. O da əsl nənədir. Biz hərdən gedirik onun evində, o bizə pirajki bişirir, bizə piroq bişirir. Biz onun evində o divanda oturub belə çox huzurlu bir vaxtlar keçiririk. Biz yığışdıq Natəvanla getdik onun evinə. Dedi, bir həyəcan görürük, həyəcanlıdır. Fərdi xanım, nə olubdu? Deyir ki, mən yalan danışmışam. Deyir, nə yalan danışmışsınız, ay Fərdi xanım? Deyir, baxın, mənim onların məktəbi xarici məktəb. Deyir, qlobal ofisdən mənə iclas elədilər və rəhbəri də gənc adamdır. Deyir, belə çox məndən üzr istəyə-istəyə, utana-utana dedilər ki, Fərdi xanım, sizin artıq yaşınız gəlib, pensiyaya çatıb, biz sizinlə sağollaşmalıyıq, biz sizi yola salırıq pensiyaya. Dedim ki, no worries, mən işləyirəm. O deyir ki, harada işləyirsiniz? 3-cü baharda. Və mən işsiz qalmamışam, mən işsiz deyiləm. Və bu məsələni danışanda əslində Fəridə xanım çox möhtəşəm ingilis dili var və Azərbaycan tarixini çox gözəl bilir. Biz onu dəvət edirik, o bizə bələdçilik edir qonaqlarımıza, biz gəncləri toplayırıq və bazar qiymətindən çox fərqli qiymətlə, daha münasib qiymətlə, amma çox möhtəşəm bir xidmət göstərir. Və o bizim çox gözəl master klasslarımızı aparır. O nəsillər, bizim mandatlarımızdan biridir, nəsillər arası dialoqun inkişaf elətdirilməsidir. O qopan kommunikasiyanın bərpa olunmasıdır. Və bizə Fəridə xanım sırf bu kimi işlərdə kömək edir. Çünki çox gözəl pedaqoqdur, çox gözəl kommunikasiya bacarıqları var və bu təcrübəsindən biz onun təcrübəsindən faydalanırıq.
Əslində çox gözəldir ki, hər bir yaşlı insanımız öz sahəsində hər hansı bir qatqıda bulunur sizin mərkəz üçün. Bu həm məncə həkim də ola bilər, müəllim ola bilər, tarixşünas və s. Eynən. Bizim misal üçün iqtisadiyyatçı. ekspertlərimizin çoxu elə yaşlı insanların özləridir. Burada misal üçün bizdə bir xanım var. Biz gənc bir peşəkar cəlb etmişdik. O burada vitraj sənətini onlara yiyələndirdi. Vitraj sənətini deyirdi. İşindən bir nəfər tam olaraq yiyələndi o sənətə və özü sonra o xanım da sonra xarici ölkəyə köçdü və bizim o Fəridə xanım, başqa bir Fəridə xanım o başladı vitraj dərsini deməyə. Və yaşlı insanları hətta o qədər yüksək səviyyədə öyrənmişdi ki, vitraj sənətinə yiyələnmişdi ki, o özü sərgilərdə fərdi şəkildə iştirak edir, satışını icra edir həmin əşyaları, mağazalara təqdim edir həmin əşyaları. Yəni bizdə öyrəndiyi sənəti artıq özü üçün bir əlavə gəlir mənbəyinə çeviribdir. Və bizdə misal üçün ingilis dili dərsimizdə Elmira xanım var. O danışır ki, onun çox maraqlı bir hekayəsi var. O danışır ki, mən məktəbdə müəllimə işləyibdi 40 il. Sonra əmək pensiyasına çıxıbdı. Və çıxdıqdan sonra deyir, məktəbdə mənim evimdən üzbəyüzdür. Deyir, hər son səng olanda mən də çox belə təşviş keçirirdim ki, artıq mən orada deyiləm. Və o bizim kurslara gələndə başqa bir kursa gedibdir, özümü tapmadım orada. Başqa bir kursa getdim, özümü tapmadım orada. Sonra bir gün bilib ki, bizdə ingilis dili dərsləri olur. Deyib, olur mən sizə müəllimlik eləyim. Biz də qəbul etdik. O indi elə dünən təsəvvür edirsiniz 3 qrupa 24 nəfər ingilis dili dərsə gəlmişdi. Yəni çox böyük bir təmkinlə, disiplina ilə, sevgi ilə o ingilis dili dərslərini keçirir. Bu dərslər sizdə burada mərkəzdə keçirilir. Yəni şəxs olaraq müraciət etməlidirlər, yoxsa onlayn olaraq da məsəl üçün başqa rayonlardan ya şəhərlərimizdən müraciət edib qoşula bilirlər? Regionlarda öz təlimləridir. Baxın, biz aylıq qrafik təyin edirik maraq dairəsinə görə və kursların müddəti var. Məsəl üçün 2 ay, 3 ay. Və insan yazılır ora, üzv ora yazılır və o sanki uşaqlarımız necə kursa gedirlər bu şəkildə. Sadəcə orada ödənişlidir, burada ödənişsizdir. Və bizim onlayn dediniz, mən pandemiya dövrünə qayıtmaq istəyirəm. Bizim pandemiya dövründə biz bir gün belə fəaliyyətimizi dayandırmadıq. Bir gün belə dayandırmadıq. Biz pandemiya başlayan gündən, çünki yaşlı insanlar evdə qal aksiyası var idi, onlar evdə qalmalıydılar. Pandemiya başlayan gündən biz yaşlı insanları Zoom proqramı üzərində, indiyən yanında biz 300 nəfər toplayıb toplantılar edirdik. Biz onları evlərə, könüllülər vasitəsilə, özümüz də evlərə onlara rəsm üçün müəyyən ləvazimatlar paylayırdıq. Zamanların keçirsinlər deyə. Ki, onlar bəli, evdə rahat şəkildə psixoloji dəstəklər göstərirdik. Daim çalışırdıq onların kişi ehtiyaclarını təmin edək. Psixoloqlarınız var ümumiyyətlə mərkəzdə? Bəli, bizim mərkəzdə yox, amma bizim də əməkdaşlıq edən, uzun illər könüllü şəkildə bizlə əməkdaşlıq edən psixoloqlar var. Onlar çox sağ olsunlar. Bizim daim olaraq üzvlərimizdən ünsiyyətdədirlər. Ünsiyyət daim olaraq müəyyən infosessiyalar keçirirlər ki, yaşlı insanlara, ümumiyyətlə insana psixoloq mütləq vacibdir. Çünki insanın ruhunun hər zaman özü-özünün həkimi ola bilmir insan. Bəzi elə məqamlar olur ki, ona dəstək lazımdır. Bəli, peşəkarların dəstəyi lazımdır. Və mən hesab edirəm ki, yaşlı insanın daha çox buna dəstəyə ehtiyacı var. Və biz də çalışırıq ki, yaşlı insanlar, hətta fərqli həkimlər, sahə həkimləri gəlib bir infosessiya edəndən sonra bizə bir mesaj ötürürlər ki, növbətisini bir psixoloqla bir görüş keçirin. Və biz keçiririk. Emosional intellekt mövzusunda, stres menecment mövzusunda, empatiya qurmaq mövzusunda. Mən sizə bir layihəmiz haqqında danışmaq istəyirəm. Bizim 3-cü bar akademiyamız mövcuddur. Biz illər öncə, yəqin ki, baxmısınız Təcrübəşi filminə, Robert De Niro'nun iştirakı ilə. Biz illər öncə həmin filmin kinoteatrda baxışını icra etdik və çoxlu sayda insan ona baxdı. Sonra psixoloqla həmin filmin müzakirəsini apardıq.
Və yaşlı insanlara çox maraqlı gəlmişdi bu proses ki, necə mən və biz oradan sonra bir neçə üzvümüzü əmək müqaviləsində işə götürdük. Və o filmdə baxışdan sonra belə bir fikir yarandı ki, yaşlı insanları biznes sektora qısa müddətli işdən təmin edək. Volontyor kimi layihələrdə iştirak eləsinlər və bizim çox uğurlu böyük banklardan birində 5 filialında 5 üzvümüz 2 aylıq əmək fəaliyyətləri oldu. Böyük otel, 5 ulduzlu otellərin birində 6 aylıq əmək fəaliyyətləri oldu, 7 nəfərin. Beynəlxalq forumlarda onlar ingilis dillər qonaqların qarşılanmasını təmin edirlər. Yəni bu şəkildə biz yaşlı insanları biz nə edirik? Akademiyanın işi nədir? Müraciətləri qəbul edirik. Bizim könüllülərimiz var, gənc könüllülərimiz sağ olsunlar, onların vasitəsilə müəyyən sırf yaşlı insanlar üçün hazırlanmış proqramlarımız var. Burada elementar ofis proqramlarından istifadə, printerdən istifadə, skanerdən istifadə, korporativ etik qaydaların haqqında məlumat. Çünki çoxluq yeniliklər var, korporativ sektor fərqlidir. Sonra empatiya qurmaq məsələsi. Çünki razılaşın da ömrü boyu vəzifədə işləyən, ömrü boyu fəal işləyən bir 70 yaşında insan indi gəlib gənc bir rəhbərin qəbullanmamaq belə bir ola bilər. Və biz də çalışırıq, bəli, belədir və biz çalışırıq empatiya qurmaq mövzularında onlarla söhbətlər aparırıq. Bir paket şəklində onlara 1-2 aylıq təlim keçirlər. Ondan sonra artıq hazır məhsul kimi korporativ sektora hazırdılar. Və burada təbii ki, biz korporativ sektorla danışanda onlardan mütləq olaraq müqavilə imzalanır, onlarla qısa müddətli və güzəştli şərtlərlə, bəli. Yəni bu 8 saatlıq işləmə deyil və s. Amma ki, siz bilirsiniz ki, burada təkcə bundan faydalanan yaşlı insan deyil, həmçinin o korporativ sektorun nümayəndələri. Daha çox məncə. Çünki orada bizim bir abu-hava yaranır. Birlikdəlik. Bəli, çox maraqlı bir abu-hava yaranır. Sonra bizim nə zaman layihəmiz var. Biz 7 il böyük turnirlər keçirmişik. Bizim 100-dən çox, ondan çox komandamız var, 100-dən çox iştirakçımız var və bu çox vacib bir, siz həkimsiz bunu bilirsiniz, bu çox vacib bir məsələdir. Nəyə görə? Çünki əslində bizim bütün xidmətlərimiz dolayısı yolla yaşlı insanın sağlamlığının yaxşılaşmasına xidmət göstərir. Çünki əl işləri görəndə onun kiçik motorika daim işləkdir, neyronları daha gec başlayır sönməyə, daha ləng sönməyə başlayır. Və eləcə də görmə funksiyası düzəlir. Bəli, eləcə də yaşlı insan daima oxuyanda, daima nəsə araşdıranda, beyin daima işlək olanda o demensiyanın, Alzheimer'ın qarşısını alır. Öncələr yadınızdadır, crosswordlar eləyirdilər bizim yaşlı insanlarımız. Hər dəfə otururdular, hər eləyirdilər. Və biz çalışırıq elə nə arada, nə zamanında, mən özüm keçmiş oyunçuyam və onun biz hazırlaşanda yadımda biz gündə 5-6 saat hazırlaşırdıq. Və bu daima sənin beyninin daha iti düşünməsinə, daha iti fəaliyyətinə, sonra biz mental aritmetikanı çox maraqlıyıq bu mövzuda. Çünki yaşlı insanlar daim gərək beyin işləsin. Bəli. Saysın, oxusun məsələsin. Bizim poeziya saatlarımız, bizim poeziya qrupumuz var. Onlar hər həftə görüşürlər, şeirlər əzbərləyirlər. Yəni bu şəkildə insanın daha sağlam yaşlanmasını təşviq edirik. Yəni bu mərkəzlərin fəaliyyəti sadəcə olaraq insanları bir araya topladı, dedilər, güldülər, oynadılar, danışdılar deyil. Və bizdə o qədər disiplina var ki, mərkəzdə hər kəs gəlib burada mövzuya dair, yəni ki, təyinatı üzrə fəaliyyətinə məşğul olur və gedir. Yəni burada sadəcə olaraq gəlib söhbət edək, sadəcə boş vaxt keçirək elə deyil. Yəni hər kəs o qədər ciddi yanaşır bu şeyə, bu proseslərə. Bu da bizə çox xoşdur. Bəs gəzintilər təşkil olunurmu? Məsələn, rayonlarımıza və ya xarici ölkələrə? Yəni bu üzrə fəaliyyət varmı? Əslində bu çox mənim üçün də çox sevdiyim bir məşğuliyyətdir. Lakin bizim
kifayət qədər bu ekskursiyalar kifayət qədər maliyyə cəhətdən məsrəfli bir prosesdir, layihələrdir. Təbii ki, içində özləri yığışıb xarici ölkəyə gedənlər var. Biz də yeni biz fəaliyyətə başlayanda çalışırdıq ki, rayonlara ekskursiyalar təşkil edək, onları gəzdirək. Amma bu bir kifayət qədər maliyyə tələb edən bir resurslara bəli. Nərmin xanım, biz niyə həmişə nəsə bu mövzudan irəli gələrək bir sual ağlıma gəldi ki, niyə görə biz həmişə cəmiyyət, mərkəz, fond və s. bu cür sözləri ifadə edəndə həmişə assosiasiya olaraq, düşüncə olaraq imkansızlıqla birləşdiririk. Yəni məhz bura imkanı aşağı olan, maddi imkanı aşağı olan insanlar mı müraciət etməlidir? Xeyr, düzdür. Yəni maddi rifahı güclü olan, sosial olaraq özünü inkişaf elətdirmiş, artıq müəyyən bir maddi rifaha çatmış insanların da məncə bu mərkəzlərə müraciəti çox olmalıdır ki, məhz o insanların hesabına digər insanların da necə o balansı qorunmuş olsun və insan bir zövq alsın ki, həqiqətən də mən yaşlıyam, amma mən əldə etdiyim bu maddi gəlirdən bir yaxşılıq üçün istifadə edirəm və hər hansı bir digər insanın da həyatına toxunmuş oluram. Dərə xanım, bu mövzu öz-özünə maliyyələşdirmə də burdan yəni ola bilər. Əslində bu mövzu çox sağ olun ki, mövzuya toxundunuz. Mən deməzdim. Biz ümumiyyətlə bu bəlkə də siz bizim tarixə baxsaz, mən ilk dəfədir belə mövzuya toxunuram ki, nəyə görə ekskursiyaya gedə bilmirsiniz, misal üçün. Ona görə ki, bizim maliyyə imkanlarımız məhduddur. Amma hər zaman bu reallıqdır da, gəlib bunu danışaq. Reallıqdır, amma hər zaman bunu mən öz imkanlarım hesabına, dostlarımın imkanları hesabına icra etmişik. Amma yaşlı insanlardan biz heç bir şəkildə bu ödənişləri almırıq. Bizim bir layihəmiz var. Bu layihə deməli layiqli əmək deyilən bir anlayış var. Və yaşlı insan gəlib, baxın, biz mərkəzlərimizdə hər şey təmənnasızdır. Amma o bizim üçüncü bahar olaraq insanları təmənnasız insan üçündür, həmin üzv üçündür. Amma bunun üçün xərci çəkilir axı. O bir limitli bir məbləğ var. Və biz hər kəsə açırıq və çox insanların gəlməyini istəyirik. Amma bizim də bir limitimiz var, çərçivəmiz var, limitimiz var. Və ona görə biz artıq görürük ki, bəli, bizə dəstəyə ehtiyacımız var. Biz təbii ki, heç bir şəkildə yaşlı, dünyada əslində belə bir model var ki, onlar üzvlük haqqı ödəyirlər, yaxud da ki, onların pensiyalarından mənbədə tutulmalar olunur. Biz bu proseslərə girmirik, yəni biz bunu etmirik. Amma bizdə belə bir model yoxdur ki, mənbədən kimdənsə tutulsun əmək pensiyasından, yaxud da ki, biz onlardan üzvlük haqqı toplamırıq. Amma biz korporativ sektora, yaxud da ki, həmin yaşlı insanların evladlarına, nəvələrinə müraciət edə bilərik və edirik ki, baxın, hər hansı bir korporativ sektorda öz əməkdaşına məvacibindən başqa ona müəyyən liqotlar verir, benefitlər verir, müəyyən güzəştlər təşkil edir və çalışır ki, qeyri-maddi şəkildə həmçinin motivasiya etsin öz əməkdaşını. Amma indi mənim bir sualım yaranır. Bizim əməkdaşımızın evdə xəstə, xoşbəxt olmayan, həyatdan narazı bir valideyni olanda bizim əməkdaşımızın produktivliyi nə qədər yüksəkdir? Məhsuldarlığı nə qədər yüksəkdir? Deyil. Mən bunu əminliklə bilirəm, deyil. Və biz əgər böyük təşkilatlar həmin o güzəşt paketlərindən əlavə olaraq təkcə öz işçisinə yox, həmçinin öz işçisinin valideynlərinə bizdəki üzvlük paketlərindən hədiyyə versələr və o insanlar, onun valideynləri bizə gəlsə, dolayısıyla yolu onun əməkdaşları xoşbəxt olacaq. Yəni o valideynin yanında gedib gəlməli olmayacaq, qalacaq, elə işinə fokuslanacaq. Onun da valideyni bizdən yaralanacaq, həyatına rəng qatacaq. Və biz də təşkilat olaraq öz davamlılığımızı, dayanıqlığımızı saxlaya biləcəyik. Bəli, bizim bu paketlər artıq satışdadır, deyək ki.
və bu paketləri biz çalışırıq təşviq edək. Yenə deyirəm, bu yaşlı insan üçün deyil, bu yaşlı insan üçün, amma yaşlı insanın ətrafındakı ödəniş qabiliyyətli insanlar üçündür ki, onun evladları hədiyyə etmək istəyirsən, hər hansı bir 70 yaşında nənəyə, babaya könül xoşluğu hədiyyə etmək lazımdır. Və siz Nərmin xanım, bəzən bizim həqiqətən də cəmiyyət olaraq, misal üçün Nərmin xanım deyən modeli görəndə deyirlər ki, Nərmin xanımda imkanı var, yaxşıdır, özü üçün yaşayır. Məsələn də misal üçün hər şey əladır. Niyə də özü eləmir? Niyə də nə bilim yaxını eləməsin, o eləməsin? Açıbsa mərkəzi qoy elə özü maliyyələşdirsin. Amma bu inancı tamamilə yanlış olduğunu biz cəmiyyətə başa salmalıyıq. Biz düzdür güclü qadınlarıq, siz də, mən də, maddi imkanı normal, yaxşı olan insanlarıq, amma məcburuqmu? Xeyr. Əgər belə bir cəmiyyəti, belə bir qurum yaranıbsa, biz bunu könüllü olaraq edirik. Doğrudurmu? Hər hansı bir zamanınızı ayırmaq, o zamanı bura sərf eləmək belə sizin özünüzün maddi kənara qoyub bu işlərə məşğul olmağa zaman time is value necə deyirlər, zaman dəyərlidir. Bu da bir zaman, yəni anlayışı da bir necə deyirlər, maddiyyatı kəsb edir. Amma maliyyələşdirilmə mütləq şəkildə ki, yenə deyirəm, yəni cəmiyyət olaraq buna biz hazır olmalıyıq. Cəmiyyət olaraq biz buna həm psixoloji, həm maddi olaraq məncə hazırıq da. Çünki hər bir insanımız başa düşür ki, bu alma-vermə dəngəsi necə deyərlər, hamı artıq bu psixoloji mövzuların içindədir və bilirlər ki, bu alma-vermə dəngəsi mütləq qorunmalıdır. Evet. Sadəcə almaqla bitmir, vermək də lazımdır. Verməyi hara verdiklərini doğru düşünməlidirlər və öz gələcəklərini də bir balaca burada, əgər egoları o dərəcədə yüksəkdirsə, ən azından düşünsünlər ki, mən də yaşlanacağam. Mənim də belə mərkəzlərə ehtiyacım olacaq. Ən azından bari ona görə belə mərkəzlərə də dəstək olsunlar. Əslində çox sağ olun belə mövzulara. Bu mənim üçün çox bağlı mövzulardır və mənim bəlkə də şəxsi xüsusiyyətlərimdən irəli gəlir ki, mən nəsə istəməyi sevmirəm və sevməmişəm. Bilirsiniz, mən hesab edirəm ki, əgər mən bunu edə bilirəmsə, söhbət təkcə maliyyə vəsait xərcləməkdən deyil. Əgər bura kimlərisə cəlb edə bilirəmsə, dostları, partnyorları, amma ümumiyyətlə korporativ sosial məsuliyyət insanlarda bir yerə qədər olur. İnsanlar yorulur. Və insanlarda sual yaranır da, yaxşı, mən edirəm ancaq, niyə başqası etmir? Və sanki cəmiyyət olaraq gözləyirik ki, o batsın o layihə. Bilmirəm niyə. Yəni bu da bizim bəlkə də bir xüsusiyyətimizdir. Yəni dəstək olmağı əvəzinə gözləyirik, nəsə gözləyirik, amma nə gözlədiyimizi bilmirik. Bəli, mənə çox sağ olun. Mənə çox suallar olur ki, siz bunu nə üçün? Hətta çox yaxın və ruhumu bilən, bizim bu işə nə qədər canımızı, enerjimizi qoyduğumuz insanlar, yaxın insanlarımız belə mənə suallar gəlir ki, sən bunu niyə edirsən? Nəyə görə edirsən? Nəyə lazımdır bu? Bunu xərclədiyin, yəni biz bugün qeyri-iş günüdür, biz buradayıq. Yəni ki, niyə buradasan? Niyə bunu, sənin buradan heç nə maliyyə gəlirin yoxdur, qazancın yoxdur, nəyə görə bunu edirsən? Mən bu ideologiyaya inanıram. Mən bunun və 9 il ərzində bəli, bizim də yanan psixoloji yanmalarımız olubdur. Bizim də heç nə etmək istəməməyimiz olubdur. Amma biz Natəvan xanımla bu yola girəndə, biz Natəvan xanımla bir-birimizə bir söz verdik ki, həyatda hər şey ola bilər. Sabah ola bilər ki, biz ikimiz də yorula bilərik. Amma 3-cü bahar artıq bizim mətbəximizdə bişməkdən çıxıbdır. Artıq biraz çox irəli getmişik. Biz neçə illər öncə bunu hətta özümüzə bunu deyirdik. Və biz çalışırıq ki, bir-birimizə dürüst olaq və cəmiyyətə qarşı dürüst olaq. Çünki bir var ki, mən öz mətbəximdə bugün durmuşam, keyfim yoxdur. Pomidor yumurta bişirirəm və bunu da rahat yeyirəm. Mənim mətbəximdə özüm bilərəm. Heç kim bilmir. Amma bu artıq cəmiyyətə çıxmışıqsa, bugün mənim keyfim yoxdur, bugün mənim başım ağrıyır, bugün hava belədir, bugün soyuqdur, bugün istidir.
Onun heç bir kəsə aidiyyəti yoxdur. Əgər biz söz vermişiksə və bu sözün arxasında durmalıyıq, məsuliyyət götürmüşüksə, bu məsuliyyətin arxasında durmalıyıq. Mən sizə bir əhvalat danışım. Bizdən əvvəl soruşurdular ki, mənə çox soruşurdular, sən bunu niyə edirsən? Buradan bir maliyyə gəlirin yoxdur, nədir mənə marağın? Mən dedim ki, insanların xoşbəxtliyini görmək məni xoşbəxt edir. Onlardan sağ ol sözü eşitmək məni xoşbəxt edir. Mənə dedilər ki, sənin necə bir çətin uşaqlığın olubdu, sənin təriflənməyə ehtiyacın var, sənin bir travmaların var nəsə. Mən bir anlıq durdum və öz uşaqlığımı gözümün qarşıma gətirdim. Mənim çox xoşbəxt uşaqlığım olubdu. Biz 80-lərin uşağıyıq da, 90, 80. Mən 90-cı illərin çətinliklərini hiss etməyəcək dərəcədə xoşbəxt uşaqlığım olubdu. Mənim yaşlarım deyəndə ki, o dönəmdə biz çörək növbəsinə dayanırdıq. Mən deyirəm, oxunda çörək növbəsi var idi. Mən o qədər o şeylərdən qorunmuş bir uşaq olmuşam. O qədər valideynlərim məni çox yaxşı məktəbdə oxudublar, yaxşı universitetdə. O zaman üçün ən yaxşı universitetdə oxudublar məni. Mənim hər istəyim, atam mənim kitablarımı xarici ölkələrdən gətiribdi. Mən universitetdə ilk kasetli ingilis dili kitabı məndə olubdu. Yəni ki, bu cür yaxşı uşaqlığım, sonra gördüm, yox, mən cavabımı dəyişməliyəm. Ki, insanlar bunu fərqli tərəflərə çəkirlər. Mən cavabımı dəyişdim ki, yox, bu aşırı məsuliyyətin nəticəsidir ki, biz bir yola çıxmışıq və bu bizim şəxsi bir şeyimiz deyil, bu artıq cəmiyyətindir. Biz sadəcə bunun aparıcı qüvvələriyik. Və bunu daima bu ağacı biz sulamalıyıq. Daima bu ağacın pöhrələnməsinə, genişlənməsinə, daha da kök atmasına kömək olmalıyıq. Budur bizim motivasiyadan. Nərmin xanım, söhbətimizin bu məqamında istəyirəm sizdən ümumiyyətlə ailə canlıya olan münasibətinizi bilim. Həm yeni tanış olmusunuz, bilirəm siz də mənlə və layihə ilə. İstəyirəm münasibətinizi bilim. Hər qonağıma bu sualı verirəm və ikinci sualım da olacaq. O da hər qonağımın yekun sualıdır. Əslində siz mənə müraciət edəndə mənə adı çox cəlb etdi. Çünki ailə canlı mənim üçün böyük bir fəlsəfi dəyəri olan bir ailə, can, canlı olmaq. Düşünürəm ki, çox maraqlı və bir şey də bilirəm ki, istənilən ada dəyər qatmaq olar. Hətta bizim dizaynerlar hərdən soruşanda ki, logo necədir? Mən deyirəm ki, sən bir dənə nöqtə də qoya bilərsən və o nöqtəyə o qədər fəlsəfə yükləyə bilərsən ki, o qədər dəyər qata bilərsən ki, o nöqtə kimi yox, çox böyük bir nələrinsə bir vizit kartına çevrilə bilər. Mən əslində sizə çox istəyirəm ətrafınızda çoxlu ailə canlıları olsun. Ailəyə bağlı, ailənin inkişafı üçün özünü fəda vermək yox, o ailə canlılıq deyil. Öz üzərində işləyən, öz üzərində tutduqları yolda inkişaf edən, o inkişaf uğrunda inandıqlarına sahib çıxan, ailə üzvlərinə, ailə dəyərlərinə sahib çıxan ətrafınızda insanlar olsun. İllər öncə mən bir dəfə evladımı bir koç yanına göndərmişdim. O koç məndən çox detalları bölüşmədi, amma bir də onu dedi ki, siz evladınıza maraqlı dəyərlər yükləmisiniz və onu yönəldən məhz o dəyərlərdir. Mənim uşaqlığımda da mənə müəyyən dəyərlər yüklənilib valideynlərim tərəfindən. Əslində düşünürəm ki, mənim də o dəyərlərə sadiq qalmağım, o dəyərlərə sahib çıxmağım bugün nələrisə bu cür olmağına vəsilədir. Və ondan çox fəxr edirəm ki, o dəyərlər mənə yüklənib. Məncə, insanın harda olmağından asılı olmayaraq, hansı cəmiyyətdə olmağından asılı olmayaraq, hansı
ətraf mühitin necə olmağından asılı olmayaraq, onun müəyyən dəyərləri varsa və o dəyərlərə sahib çıxmağı bacarırsa, insan istənilən cilddə ola bilər. İstənilən situasiyada ola bilər. Amma öz dəyərlərinə sahib çıxmağa bacarırsa, o insan çox uğurlu insandır. Mən də sizin layihəyə çox böyük dəyərlər arzulayıram. Dəyərlərinizə hər zaman sahib çıxmağı arzulayıram. Və düşünürəm ki, bu ad həm sarı simlərə toxunan addır, həm də altında çox mənalar yatan addır. Təşəkkür edirəm sizə çox dəyərli fikirlərinizə görə və son sualım olsun. Hələ ki bugünlük ümid edirəm ki, biz gələcək görüşlərimizdə də sizlə mütləq şəkildə ki, bir araya gələcəyik inşallah. Ailə canlı yoxsa canlı ailə? Baxın, biz çalışırıq, mən uşaqlarıma qayıdım, lap kiçik yaşlarından hər zaman ataları evə gələndə evin hansı otaqda olmaqlarına asılı olmayaraq, nə işlə məşğul olmaqlarından asılı olmayaraq qapıda atalarını qarşılamağını təlqin etmişəm. Çünki insan evə gələndə evdə canlı, bir isti, bir orqanizm görmək istəyir. Bir ocaq görmək istəyir. Bir isti çay görmək istəyir. Bu təkcə xanıma bağlı bir şey deyil. Evdə bir hənirti görmək istəyir. Və o qarşılanma müddətində insan necə qarşılanırsa, onun yadında o qalır. Və necə yoluna salınırsa. Ortada nə baş verir, o da çox da yadda qalmır, o gedir. İlk təəssüratlar qalır insanda. Və mən ailəmi də hər zaman, evladlarımı da çalışıram. Onlara çalışmıram nəsə yükləyim ki, sən bunu etməlisən, sən bunu etməlisən. Yox. Amma öz həyatlarını qurarkən ailənin də dəyərlərini unutmamaq. Və mütləq olaraq təbii ki, biz çox məşğuluq, biz bir arada oturub yemək yeyə bilmirik. Amma bizim axşamlarımız mütləq bir şam yeməyimiz mütləq olmalıdır. Ya bazar günlərimiz səhər yeməyimiz mütləq olmalıdır ki, o masa boş qalmasın. O masa arxasında hər birimiz ya da ki, vaxt alınanda bir çay süfrəsi arxasında otururuq. Mütləq bir piroq pişir, mütləq mürəbbələr çıxır, mütləq hamının xoşladığı bir şeylər olur masada və telefonlar çəkilir kənara. Və o anda biz bir-birimizi hər dəfə kəşf edirik. Və bizim canlı, orada o qədər qərarlar qəbul olunur. Ailəmizin canlı qalmağı uğrunda qərarlar qəbul olunur. Məncə, ailə canlı ilə canlı ailə elə bacı-qardaşdır və onlar ayrılmalı deyirlər. Onların bioloji bağlılığı var. Onlar bir-birindən məncə ilhamlanmalıdır. Bir-birinin torpağına su tökməlidir ki, daima yaşarsın. Çox sağ olun. Təşəkkür edirəm sizə. Sağ olun. Bugün qonağım olduğunuz üçün, məni bura dəvət etdiyiniz üçün də sizə təşəkkür edirəm və bütün bizi izləyən ailə canlılara hər zaman canlı qalmağı arzu edirəm. Təşəkkür edirəm bir daha. Çox təşəkkür edirəm. Siz də xoş gəlmisiniz. Hər zaman buyurun, qapımız. Biz bilirik, bura nənə baba ocağıdır. Hər kəsə bura açıqdır. Sağ olun. Çox sağ olun ki, siz də izlədiniz. Təşəkkürlər.